Salam əziz tələbələr, bugün sizlərlə qatlanmış şahsın açılması və fiqurların birləşdirilməsi dərsinin izahını verəcəyik. Deməli, 131-ci sual. 131-ci sualda biz fiqurların tam şəkildə ölçülərini nəzərə alaraq variantlardan hansına uyğun olduğunu tapmalıyıq. Və burada ilk, yəni birdə kiçik üçbucağın uyğun gəlmədiyini görə bilərik. Çünki burada daha böyükdür, bu daha kiçikdir. Ölçü olaraq uyğun gəlmir. Ona görə cavabımız 1 deyil. 2 tamamilə uyğun gəlir. Böyük üçbucağın ölçüsü eynidir. Kiçiyin ölçüsü eynidir. Trapesiyanın ölçüsü eynidir. Bunun da ölçüsü eynidir. Gəldik üçüncü fiqura. Üçüncü fiqurda da uyğunsuz olan trapesiyadır. Trapesiya burada daha böyük verilib. Burada isə daha kiçik formadadır. Və dördüncü şəkildə də gördüyünüz kimi böyük üçbucaq uyğun gəlmir. Bu şəkildə böyük üçbucağı daha kiçik versiyada veribdir. Ona görə də 4-ü götürə bilmirik. Yəni cavabımız 2-dir, C variantı. Növbəti sualımız 132-ci sual. 132-ci sualda bizə nə deyir? 132-ci sualda deyir ki, fiqurları böləndə hamısında iki hissəyə böləndə hamısında eyni fiqur alınır. Yalnız birində alındırmaq olmur. Bax, məsəl üçün hamısını göstərək. Bu fiquru iki hissəyə parçalayıram. Burada gördüyünüz kimi trapesiya formasında fiqur alındı və bu tərəfdə də trapesiya formasında fiqur alındı. Bu fiquru da parçalayanda eyni ilə aşağıda bir dənə trapesiya alınır, yuxarıda bir dənə trapesiya alınır. Bu fiquru parçalayanda bir hissəsində üçbucağı alınır, bir hissəsində trapesiya alınır. Yuxarıdan aşağıda parçalasanız yenə trapesiya, üçbucaq alınır. Aha, burada yenə ortadan bölürəm. Yuxarıda yenə trapesiya formasında fiqur alınır. Aşağıda da trapesiya formasında fiqur alınır. Eyni ilə bu variantda tam mərkəzdən böləndə elə görsənir ki, 2 dənə bərabər fiqura bölünür. Yenə trapesiya alınır, trapesiya alınır. Amma C variantında bir dənə üçbucaq alınır, bir dənə trapesiya alınır. Ona görə cavabım olur C variantı. Növbəti sualım 133-cü sual. 133-cü sualda deyir fiquru tamamlayan hissəni müəyyən edin. Deməli, fiquru tamamlamaq üçün burada bir dənə kub olmalıdır. Burada üst-üstə 2 dənə kub olmalıdır. Yəni 2 dənə kub dayanmalıdır. Burada oldu 1, 2, 3 dənə kub. Hansı ki bu formada. Məsələn, 4 dənə ola bilməz, 3 dənə olmalıdır. Burada da tam olaraq görürsünüz, yanında 2 cərgə. 2 cərgə tam şəkildə dayanmalıdır. Məsələn, B variantında düzdür. Amma C variantında səhv nədir? Görürsünüz, burada B variantında altda kubun olduğunu görə bilirəm. Yəni, arxa cərgə tamdır. Yan-yana 3 dənə tamdır. Amma burada, məsəl üçün, buradakını görə bilmirəm. Burada tam deyil. Deməli, 3 dənə burada olmalıdır. 6 dənə isə sol tərəfdə olmalıdır. Bəli, B variantı düzdür. Digər variantlar yuxarıda qalıbdır. Yəqin ki, onlar da yanlış variantlardır. Bəli, bu variantlar onsuz da görsənir yanlış variant olduqları. Burada 4 dənə olmamalı idi. Hətta burada 5 dənədir. Və burada da 3 dənə olmalı idi. Və hətta arxa tərəfdə boşdur. Növbəti sualım 134-cü sual. Deyir ki, şəklin əvvəlində verilmiş 3 fiqurun birləşməsi nəticəsində yarana bilən variantı müəyyən edin. Bu üçünün birləşməsi nəticəsində yarana bilən variantı müəyyən edin. Bu rahat sualdır əslində. Dəqiq şəkildə görə bilirik əslində. Bu versiyanın, yəni bu fiqurun dura biləcəyi yalnız bir fiqur var burada. Açıq aşkarda görsənir. Yalnız bu fiqurun tərkibində dura bilər. Bu versiyada. Bu rahat şəkildə gəlir bu hissəyə və balaca üçbucaqda gedir bura. Balaca üçbucaqda gedir bu hissəyə. Fiqurlarımız hazırdır. Yalnız 3. Yalnız 3 alınır burada. Yəni D variantı. Digər fiqurlar alınmır. Digər fiqurların içində çünki bunu yerləşdirmək olur. Növbəti sualım 135-ci sual. 135-ci sualda elə diqqətlə baxsaq, deməli biz bunlardan ikisini birləşdirib bu fiquru almalıyıq. İlk növbədə diqqətlə baxsaq, görərsiniz ki, bax
1-in bu hissəsi düzdür. Və digərlərində düz olan hissə yoxdur da. Bundan birləşəcək fiqur yoxdur. Ona görə bax 1 olan variantları avtomatik şəkildə çıxıram. Qalıram ya 3-5, ya 2-5, ya da ki 2-4. 3-5-ə baxıram. 3 ilə 5 birləşsə, 3 ilə 5 birləşsə, 3 ilə 5 birləşsə, bu fiquru əmələ gətirə bilmir. Niyə? Çünki bu fiqurun 7 dənə bucağı var. Gördüyünüz kimi. 3, 4 ayrı. Amma 3 ilə 5 birləşsə, yalnız 6 dənə bucağı əmələ gətirə bilir. Yəni, onların birləşimi bu formada olur da. Yalnız 6 dənə bucağı əmələ gətirə bilir. 1, 2, 3, 4, 5, 6. 3 ilə 5 alınmır. İndi 2 ilə 4-ə baxaq. Görək 2 ilə 4-dürmü? 2 ilə 4-ü birləşdiririk. 2 ilə 4-ü birləşdirsək, deməli, fiqurumuz bu formada olacaq, bu formada olacaq və bu formada olacaq. Baxaq, 1, 2, 3, 4, 5, 6, 7 bucağın 7-si alındı. Fiqur da oxşarlıq təşkil edir. Bəli, cavabım olur D variantı. Elə 2 ilə 4-ün birləşməsindən alınır. Növbəti sualım 136-cı sual. Deməli, bu sualda necə eləyirik? Bu sualda ilk növbədə bax, düz olanlarla belə, yəni malisinə olanlar birləşə bilmir. Yəni, məsəl üçün, 1 ilə 4 birləşə bilmir, B gedir. 2 ilə 5 birləşə bilmir, A gedir. Və digərlərində də ölçülərə diqqətlə baxmaq lazımdır. Bax, məsəl üçün, verib 1 ilə 3. 1 ilə 3-ü birləşdirsən mən tutar. Birləşdirin. Belə bir fiqur alınır. Bu fiqurla ölçüləri eynidir. Təbii ki, xeyr. Bu daha kiçikdir, bu daha böyükdür. Sonra 2 ilə 4 verib, 2 ilə 4-ü çəkdik. Bu fiqurla eynidirmi? Təbii ki, xeyr. Görə bilirəm ki, bunlar eyni deyil. Bu daha uzundur, bu isə daha enlidir. Baxın, ən uyğun gələni, tam şəkildə oxşayanı 3 ilə 5-dir. Diqqətlə üstünə çəksəz, görə bilərsiniz. Bu fiqur tamamilə bu fiqurla eynidir. Birəbir üst-üstə düşürlər. Ona görə cavabım olur Y variantı. Növbəti sualım 137-ci sual. Yəni 137-ci sualda bu fiqur almalıyam mən. Bax, görək hansı variantda bunu ala bilirəm. 1-də məsəl üçün çəksək, 1-i çəksək, 1-də ilk növbədə biz belə çəkməliyik. Yəni, tərsinə çevirib çəkməliyik. Bu da bu formada alınır. Bu formada alınır. 1, 2, 3, 4, 5, 6, 7, 8 bucaqlı olur. Amma məndə 7 bucaqlı verilib. Ona görə 1 ödəmir. 2-yə baxsaq, 2 də deməli, bu hissəsi buradır. Belə, bu formada və belə. Çəkilibdir. 1, 2, 3, 4, 5, 6 bucaqlı alınır. Amma məndə 7 bucaqlı verilib. Ona görə 2 də ödəmir. 3-ə baxsaq, 3-də deməli, fiqurumu düzəldib çəksəm, 1, 2, 3, 4, 5, 6, 7 bucaqlı alınır və tam şəkildə də bu fiqura oxşuyur. C variantı düzgün variantdır. 3, bəli, tamdır. 4-də heç ümumiyyətlə bununla bu birləşə bilmir. Gördüyünüz kimi 5-də də bununla bu ümumiyyətlə birləşə bilmir. Çünki gərək biri qabarıq olsun, biri isə içə doğru olsun. Növbəti sualımız 138-ci sual. 138-ci sualda da bu fiquru alındıra bilirəm hamısında. Yalnız birində alındıra bilmirəm. Məsələn, biri çəksəm, biri çəkmək rahatdır. Fiquru çevirirəm, balaca fiquru və bu versiyada çəkirəm.
Gördüyünüz kimi burada düzbucaqlı üçbucaq alınır. Düzbucaqlı üçbucağım var. 1 olur. 2 olmur. Yəni cavabım 2-dir. C variantı. 3-də yenə olur. Üçbucağı bu formada çəkəndə uyğun gəlir. Baxın, düz bucaq hissəsi bura olur. Bu hissə. Düz bucaq hissəsi bu hissə olur. Balaca bucağı mən gətirib bura çəkdim. Bu onsuz da yəni görsənir. Tam şəkildə uyğun gəldiyi görsənir. Düz bucaq hissəsi də buradır. Və burada da fiquru çevirib bu versiyada qoyanda bu da uyğun gəlir. Düz bucaq hissəsi buradır. Bir dənə 2 uyğun gəlmir. Çünki 2-də üst-üstə qoyub bu fiquru almaq mümkün deyil. Növbəti sualım 139-cu sual. 139-cu sualda hissələri birləşdirib hansı fiquru ala biləcəyimi mən seçməliyəm ki, bu hissələri birləşdirərək hansı fiqur alına bilər. Məsəl üçün, 1 alına bilməz. Niyə alına bilməz? Çünki bu fiqurlardan birini çevirib yerləşdirdik. Tutaq ki, bax, bunu çevirib yerləşdirdik, bu fiqur. Çevirdik, sadə əqrəbin tərsi istiqamətində daha doğrusu 90 dərəcə çevirdik. Bu fiqurda sadə əqrəb istiqamətində 90 dərəcə çevirib yerləşdirdik. Bu iki fiqur tutaq ki, bu hissəyə yerləşdilər. Amma burada bir səhvlik olur. Səhvlik nədən ibarətdir? Gərək bunlardan birini aynə əks eləyəsən. Aynə əksi də eləyəndə düzgün şəkildə gəlmir. Yəni, bu fiquru da çevirəndə, elə bir ki, bu ikisini baş-başa gətirəndə bu versiyada alınır. Yəni, ancaq bunlar bu formada bir araya gətirilə bilər. Ya bunların bu hissələrini birləşdirmək mümkündür. Yəni, ya da ki, bunları bu versiyada birləşdirmək lazımdır. Ancaq belə versiyada birləşdirəndə birinin aynı əksini yazmaq məcburiyyətindəsiz. Ona görə də 1 heç vaxt uyğun gələ bilmir. Yenə 2 də həmin səbəbə görə uyğun gələ bilmir. Amma 3 uyğun gəlir və 4 də uyğun gəlir. Yəni, bu iki fiqurdan söhbət gedir. İndi digərlərinə baxacaq. Yəni, bunları bu formada birləşdirmək olar. Yəni, bu hissələri tamam əks baxmaqla birləşdirmək olar. Amma bu formada birləşdirəndə yenə deyirəm, bunlardan birini aynı əks vermək məcburiyyətində qalırsınız. Ona görə də onlar səhv olur. Yəni, heç birindən 1 və 2 düzgün deyil. 3-də də nə səhvdir? 3-də gördüyünüz bu balaca üçbucaq səhvdir. Burada qabarit ölçülərdə verilibdir, amma bizdə daha incə ölçülərdə verilibdir. Ona görə 3-də uyğun deyil, amma 4 uyğundur. Bəli, yuxarıdakı üçbucaq formasında olan bu üçbucağa uyğun gəlir. Aha, bu buna uyğun gəlir. Bunları da çevirmişəm. Yəni sadəcə bunu çevirmişəm. Bunu çevirmişəm 90 dərəcə sadə əqrəbin tərsi istiqamətində. Və bu hissəsindən bunun bu hissəsini birləşdirib yan-yana orta hissədə yazmışam. Sualım, yəni bu formada həll olunur. Cavabım isə 4 olur, yəni Y variantı. Burada aynə əksi olunmasını görsəz, əslində bu sualı tapmaq rahatdır. Bir dənə orada aynə əksini fikirləşməsəz, yəni bunların da ola biləcəyini düşünə bilərsiniz. Növbəti sualım 140-cı sual. 140-cı sualda da deməli biz bu fiquru tamamlamalıyıq. Və hansı fiqurlar vasitəsilə tamamlaya bilərik? İlk növbədə ona baxaq. Deməli, bax bununla 3, 5 verib bizə. 3 ilə 5. 3 ilə 5-i ümumiyyətlə birləşdirmək olmur gördüyünüz kimi. 1 ilə 5 verib. 1 ilə 5. Aha, 1 ilə 5. Bunu 180 dərəcə çevirsək, fiquru 180 dərəcə çevirsək, birləşdirə bilərik əslində. Fiquru 180 dərəcə çevirib birləşdirə bilərik. Sadəcə burada, deməli, biz bunu bu formada çəkirik. Bunu bu formada çəkib birləşdirmək mümkündür.
Yəni B variantı düzgün ola bilər. Digər variantlara baxaq. Digər variantlarda bizə 2 ilə 4 verilib. 2 ilə 4-ü birləşdirib bu fiquru almaq mümkün deyil. Ümumiyyətlə 2 ilə 4 birləşə bilmir. Vəbki, ümumiyyətlə 2 heç birindən birləşə bilmir. Və 1 ilə 4 verilib. Aha, 1 ilə 4 də hansı səbəbdən birləşə bilmirlər? Çünki açıq aydın bunlar görsənir ki, birləşmir. Bu hissə daha qısadır. Bu hissə daha uzundur. Bu hissə uzundur. Bu hissə qısadır. Bu hissələr bir dənə uyğun gəlir. Amma nə bu hissə, nə də ki, bu hissə ilə bu hissə uyğun gəlmir. Yəni, bu ikisini də birləşdirmək mümkün deyil. Bir dənə B variantı uyğun gəlir burada. Digər variantlar ümumiyyətlə heç nəzərə alınmasa desəm düzgün olar. Çünki çox yanlış formada verilibdir. 2 ilə ümumiyyətlə burada heç bir fiqur birləşmir. Bir dənə 3 birləşir. O da təbii ki, bu fiquru ala bilmir. Növbəti sualımız 141-ci sual. 141-ci sualda da bu fiquru almalıyıq. Bax, görək hansılarla ala bilirik. Aha, deməli, ilk növbədə biz birləşdiririk 2 ilə 4-ü. 2 ilə 4-ü birləşdirsək bu fiquru ala bilərikmi? Aha, gəlin yoxlayaq. Ha, xeyr, təbii ki, bu fiqur deyil. Açıq aydın formada görsənir ki, bununla bunu birləşdirəndə, 2 ilə 4-ü birləşdirəndə bu fiquru almaq olmur. Ha, 3 ilə 5-i birləşdirsək, 3 ilə 5. 3 ilə 5 bənzər olacaqdır yəqin ki. Baxaq. Nisbətən oxşuyur əslində. Nisbətən oxşuyur. Bir daha düzgün formada biraz çəkək. Üç biraz daha qəribə fiqurdur deyə bunu çəkmək. İndi daha düzgün çəkdim məncə. Biraz düzgün çəkəndən sonra görsənir ki, bu fiqurda düzəltmək olmur. Həm də ki, yəni bunu bu ölçüyə gətirmək üçün, bu vəziyyətə gətirmək üçün 180 dərəcə çevirmək deyil, aynə əksi etmək lazımdır. Gördüyünüz kimi, mən aynə əksini çəkmişəm bura. Yəni, aşağı hissəsini yuxarı çəksək də, yəni, yenə də düzgün formada alınmayacaqdır. Yəni, oxşamayacaqdır bu fiqura. Növbəti 1-3-dür. 1 ilə 3-ü birləşdirək. 1 ilə 3-ü birləşdirsək, 1 ilə 3 eyni ilə bu fiqurdur. Sadəcə diqqətlə baxıb görmək lazımdır ki, bu fiqurun 90 dərəcə fırladılmış versiyasıdır. Yəni, bunun bu nöqtəsi buradadır. 90 dərəcə fırlanıb. Amma eyni fiqurdur. Yəni, baxa bilərsiniz. Bu hissələri eynidir, bu hissələri eynidir, uzaq hissələri eynidir. Yəni, hər şey birə-bir eynidir. Sadəcə 90 dərəcə fırladılmış versiyası. Yəni, C variantı düzgün variantdır. 2 ilə 5-də birləşdirsəm, gördüyünüz kimi qabarit ölçüləri daha böyük bir fiqur alaram. Nəinki bunu oxşayacaq. Və 1 ilə 2 ilə birləşdirsəm, eyni ilə dediyim kimi daha böyük bir fiqur alacam. Buna oxşamayacaqdır. Ona görə 1 ilə 2 də düzgün variant deyil. Növbəti sualım 142-ci sual. Deməli, bu sualda hansı formada eləməliyik? Bu sualda biz ilk növbədə şahmat taxtasını tamamlamalıyıq və şahmat taxtasını tamamlamaq üçün biz yalnız bir dənə fiqurdan istifadə edə bilərik. Məsələn, yalnız birdən və yaxud da yalnız ikidən. Bax, birdən istifadə eləmək olmur. Niyə? Çünki bax, birinin aşağı hissələri ağdır. Tutaq ki, mən onu bu formada çək. Və bu qara hissəni tamamlamaq üçün imkan yaratmır bir. Mən ancaq bu ağ hissələrə yerləşdirə bilərəm biri. Bu qara hissəni tamamlamaq üçün imkan yaratmır. Yəni, bu qara hissə həmişə boş qalacaqdır qıraqlarda. Ona görə 1 ilə tamamlamaq olmur. Amma məsəl üçün 2 ilə tamamlamaq olur. 2-ni mən çevirib 90 dərəcə bu hissəyə yerləşdirsəm, bu hissəyə yerləşdirdim. Ondan sonra 2 özünü tamamlayır. 2-nin özünü necə tamamlamaq olar? Deməli, baxın, buradan bir dənə də çəkirəm bu hissədən.
Gördüyünüz kimi yenə ikinci fiqurdan istifadə elədim. Orada şərtdə verilir ki, yalnız bir fiqurdan istifadə edərək tamamla. Bax, yalnız 2-dən istifadə elədim. Və bu hissəni tamamladım. Eyni ilə bunu yuxarıya da yaza bilərəm, yəni yuxarıda da çəkə bilərəm. Gördüyünüz kimi şahmat taxtasının artıq yarısı tamamdır. Digər yarısına da elə bu formada çəkərək 2 nömrəli fiqurla mən şahmat taxtasını tamamilə tamamlaya bilərəm. Burada deməli 3 ilə tamamlamaq mümkün deyil. Qara hissədən başlayır. Tutaq ki, 3-ü çəkirik buradan. 3-ü bu formada çəkdik. Və yenə qara hissədən başlamalıyam və qara hissədən başlamalı olduğuma görə bütün digərini mən bu hissədən çəkə bilərəm. Ancaq bu hissədən çəkə bilərəm. Gördüyünüz kimi arada bunlar boş qaldı. Yəni 3 də özünü tamamlaya bilməyən fiqurlardandır. Burada yalnız hələ ki 2-dir. 4 ilə də tamamlaya bilərəm. 4-ü yenə 90 dərəcə çevirirəm. Qara hissə ilə ağ hissəni diqqətlə seçirəm ki, düzgün şəkildə yerlərinə otursunlar. Deməli, baxıram ki, bu formada ola bilər. Ondan sonra üstdə bu formada ola bilər. Yenə bu formada ola bilər. Və yenə üstdə eyni ilə bu formada ola bilər. Gördüyünüz kimi artıq bir cərgə tamamlandı və siz bunu 8 dənə, yəni 8 dənə deyəndə 8 dənə bu fiqurdan istifadə edərək bunu 4 yerə parçalayaraq, baxın, hər cərgədə 2 dənə olmaqla, 2, yəni 2 dənə deyəndə 2 xət buranı nəzərdə tuturam, 2 xət buranı nəzərdə tuturam, 2 xət də buranı nəzərdə tuturam. Eyni ilə bax bu formada yığaraq sona qədər tamamlaya bilərsiniz. 4 dənə bura gedəcək, 4 dənə bura gedəcək, 4 dənə bura gedəcək və 4 dənə daha bu hissəyə gedəcək və tamamilə şahmat taxtasını tamamlaya biləcək. Yəni 4 ilə də şahmat taxtasını tamamlamaq olur. Təbii ki, 5 ilə də tamamlamaq olmaz. Çünki orada da arada boşluq qalır. Bu hissə mütləq şəkildə boş olacaqdır. Sən tutaq ki, bu hissəni bura keçirtmək istədin, amma yenə də boşluq qalacaqdır. Və yaxud da bu hissəni, yəni ayaq hissəsini ayaq hissəsinə keçirmək istəsən də, onda da bu hissələr boşluqda qalacaqdır. Bu hissələri tamamlaya bilməyəcək. Ona görə 5-də olmur. Cavabım olur 2, 4. Növbəti sualım 143-cü sual. 143-cü sualda mənə nə deyir? 143-cü sualda deyir ki, ilk növbədə qatlamaq lazımdır və üst-üstə düşən rəngsiz xanalar rənglənmir. Yəni, ağ və ağ əgər üst-üstə düşərsə, ağ qalacaqdır, rəngsiz olacaqdır. Rəngli xanalar rəngsizləşir, üst-üstə düşən rəngli xanalar. Yəni, qara ilə qara üst-üstə düşəndə ağarır və xanalardan biri rənglənmiş, digəri isə rənglənməmiş olduqda hər iki xana rənglənir. Yəni, qara ilə ağ üst-üstə düşərsə, hər iki xana qara olaraq qalır. Qara ilə ağ, qara ilə qara yox, qara ilə ağ üst-üstə düşərsə, hər iki xana qara olur. Və biz bunu qatlayıb açmalıyıq. Fiqur olduğu kimi qalır, heç vaxt dəyişmir. Yəni 6 xanadırsa 6 xananın olduğu kimi qalır. Bəzən düşünürük ki, biz bunu üstünə qatlayırıq bunu, sonra bir də qatlayırıq və 3-cü səfər yenə qatlayırıq. Və burada sadəcə 2 cərgə qalır. Bunu belə düşünmürük. Bu sual bu formada həll olunur. Bu sual qatlanır və açılır. Və bir kağızı qatlayırsınız, sonra qatlayandan sonra yenidən açırsınız qaytarır. Birinci xətt üzrə qatlananda hansı formada eləmək lazımdır? Bura bir dənə x yazıram, bura bir dənə y yazıram. Gördüyünüz kimi artıq buradan o tərəfə gedəsi deyil. Sağ tərəfə də eyni şeyi təkrarlayıram. Bura bir dənə x yazıram, bura bir dənə y yazıram. Bax, birinci xətt üzrə qatlananda x-lər üst-üstə düşür, y-lər də üst-üstə düşür. Yəni, həm x-lər, həm də y-lər üst-üstə düşür. Qatlayıb açaq. Deməli, qara ilə qara üst-üstə düşəndə hər ikisi ağ olurdu. Deməli, bunların hər ikisi ağ olacaq. Ağla ağ üst-üstə düşəndə ağ qalırdı. Bax, dəyişməyənləri yazmağa ehtiyac yoxdur. Onsuz da bunlar ağ.
Niyə üstünə al yazıb? Ağla qara üst-üstə düşəndə hər ikisi qaralıdır. Deməli, bu qara olacaq. Bu da olduğu kimi qalacaq. Qara ilə qara üst-üstə düşəndə hər ikisi ağarır. Qara ilə ağ üst-üstə düşəndə ağ olan da qara olur. Ağla ağ olduğu kimi qalır. İndi keçirəm, deməli, Y-in zərgəsinə. Qara ilə ağ üst-üstə düşəndə hər ikisi qaradır. Qara ilə qara hər ikisi ağ olur. Ağla ağ, ağ qalacaqdır. Ağla ağ, ağ qalacaqdır. Ağla ağ, ağ qalacaqdır. Amma qara ilə ağ üst-üstə düşəndə hər ikisi nə olacaqdır? Qara olacaq. Bu sizin birinci xəttinizin sizin fiqurda elədiyi dəyişikliklər. İndi ikinci xətt üzrə qatlanmanı həyata keçirirəm. İkinci xətt üzrə qatlanmanı həyata keçirirəm. Və sol tərəfə yazıram. X, Y, Z. Sağ tərəfə də yazıram. X, Y, Z. Bayaqki olduğu kimi X-lər üst-üstə düşəcək, Y-lər üst-üstə düşəcək, Z-lər üst-üstə düşəcək. Və üstünə yazdığınız hərflərlə davam etməlisiniz. Yəni, bunlar artıq qaradır. Məsələn, maq deyil. Çünki bununla davam etməliyik biz. Baxsaq deməli, ağla qara üst-üstə düşüb. Görürsünüz, bu ağdır. Ağla qara üst-üstə düşübsə, hər ikisi yenə qara olur. Ağla ağ üst-üstə düşəndə hər ikisi ağ qalır. Qara ilə ağ hər ikisi qara olmalıdır. Ağla ağ hər ikisi ağ olmalıdır. Qara ilə ağ hər ikisi qara olmalıdır. Və qara ilə ağ hər ikisi qara olmalıdır. Bu birinci zərgə. İkinci zərgəyə keçin. Ağ və ağ hər ikisi ağ qalır. Ağ və ağ hər ikisi ağ qalır. Qara ilə qara. Bax, burada hər ikisi ağ olur. Bunun üzərindəki qını silirəm. Bunun da üzərinə ağ yazıram. Çünki hər ikisi ağ olur. Ağla ağ hər ikisi ağ olur. Qara ilə ağ hər ikisi qara olacaqdır. Və ağla ağ hər ikisi ağ qalacaq. Və son zərgə. Qara ilə qara, yəni qara ilə ağdır, hər ikisi qara olur. Ağla ağ hər ikisi ağ qalır. Ağla ağ hər ikisi ağ qalır. Qara ilə ağ hər ikisi qara olur. Ağla ağ hər ikisi ağ qalır və qara ilə ağ hər ikisi qara olur. Və son olaraq bu ikinci qatlanmam idi və son olaraq üçüncü qatlanmama keçirəm. Bura X və Y yazıram və burada X ilə Y yazıram. Son qatlanmam da bu formada olacaq. X-lər üst-üstə düşəcək, Y-lər də üst-üstə düşəcək. Yəni, yalnız 2 dənə mən sütunu üst-üstə qatlaya bilirəm. Deməli, ilk olaraq X-lərə baxaq. Qara ilə ağ. Hər ikisi qara olacaq. Ağla ağ, ağ qalacaqdır. Qara ilə ağ. Bax, hər ikisi burada nə olur? Qara olur. Deməli, bu öz rənginə qayıtdı. Ağla ağ, hər ikisi ağ olur. Qara ilə qara, hər ikisi qara olacaq. Bunları silirəm. Qara ilə ağ, hər ikisi qara olacaq. Daha doğrusu, burada qara ilə qara ilə hər ikisi ağ olurdu. Y ilə Y-ə baxıram. Qara ilə qaranı görürəm və deməli, hər ikisi ağ olur. Bunu silirəm. Bunu da üzərinə ağ yazıram. Ağla ağ, ağ qalır. Qara ilə ağ, hər ikisi qara olacaqdır. Ağla qara, hər ikisi qara olacaqdır. Deməli, bu da qaradır. Qara ilə ağ, hər ikisi qara olacaqdır. Və son olaraq qara ilə qara, hər ikisi yenə də ağ olacaqdır. Məndə son mərhələdə nə deyir? Əslində, bunu şərtdə də deyir. Xətt birinci, daha doğrusu fiqur birinci xətt üzrə qatlanır və açılır. İkinci xətt üzrə qatlanır və açılır. Üçüncü xətt üzrə qatlanır və açılır. Və sonda sizdən qara xanaların sayını istəyir. Onu da şərtdə baxanda görəcəksiniz. Deməli, gəlin biz qara xanaları sayaq ki, sonra şərtdə oxuyanda düzgün cavabı seçək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Burada yoxdur, gördüyünüz kimi hamısı ağdır. Bunların da üstünə ağ yazmışam. 14, 15, 16 dənə burada cəmsi qara xana var. Üstünə Q yazdıqlarımı sayıram və rəngi qara olanları sayıram. Üstünə A yazdıqlarımı saymıram, çünki onlar artıq ağ. Yəni ağdır. A, yəni ağ deməkdir. Deməli, bizim cavabımız hansı variantdır? Gəlin cavabımıza baxaq. Sualımızın cavabı burada Y variantıdır. Və dediyim kimi şərtdə də qeyd olunur. Şəkil əvvəlcə birinci xətt üzrə qatlanıb açılır. Sonra ikinci xətt üzrə qatlanıb açılır. Üçüncü xətt üzrə qatlanıb açıldıqdan sonra rənglənmiş xanaların sayını müəyyən edin. Növbəti sualımız 144-cü sualdır. 144-cü sual necədir?
Burada deməli sətir üzrə baxırıq. Bax, sətir üzrə hər bir fiqurun sayı bərabər olmalıdır. Necə bərabər olmalıdır? Bax, məsəl üçün, bu istiqaməti sola baxan üçbucaqdır. Bu isə istiqaməti sağa baxan üçbucaq. İstiqaməti sola baxan üçbucaqla istiqaməti sağa baxan üçbucağın sətir üzrə sayı bərabər olmalı. Bunları bərabərləşdirməliyik. Və deyir ki, qanuna uyğunluğu pozan fiqurları seçin. Əgər qanuna uyğunluğu pozan fiqurları seçin deyirsə, deməli mən artıq olanla çıxartmalıyam. Əgər bura hansısa fiquru əlavə eləsəydim, onda hə, az olan üstünə gələrdim. Bax, sayıram. 1, 2, 3, 4, 4, 5 dənə sola baxan üçbucaq var. 1, 2, 3 dənə isə sağa baxan üçbucaq var. Bax, qanuna uyğunluğu pozan deyirsə, bu 5 dənədən ikisini çıxartmalıyam. Yox desəydi ki, fiqur əlavə eləməliyik, onda bu 3-ün üstünə 2 gələcəkdi. Fiqur əlavə eləyin deyəndə üzərinə gəldik. Yox, qanuna uyğunluğu pozan deyil də, onda çoxdan çıxır. Burada çoxdan çıxmalıyıq. Yəni 5-dən biz ikisini çıxmalıyıq. Sola baxan 2 dənə üçbucaq çıxmalıyam. Biri birinci variantdadır, biri də 4-dədir. Qalanları sağa baxır və bu da kvadratdır. Kvadratların sayına hələ baxmamışıq. Elə 1, 4 olacaq cavab. Digər fiqurların sayına da baxa bilərəm təbii ki, amma mən artıq tapandan sonra digərinə ehtiyac yox. Dəqiqləşdirmək üçün gəlin bir zərgəsinə baxaq yalnız. Məsələn, kvadratların sayına baxaq. Burada sağa baxan kvadrat 1, 2, 2 dənə. Sola baxan kvadrat 1, 2 dənə. Görürsünüz, sayı bərabərdir, çıxartmağa ehtiyac yoxdur və yaxud da əlavə eləmək. Sayı bərabər. Növbəti sualımız 145-ci sual. 145-ci sualda məsələ nədir? 145-ci sualda bütün hissələr bura qatlanır. Yəni bu hissəyə qatlanır. Və siz sadəcə ya yuxarıdakı hissəni və yaxud da soldakı hissəni sağa qatlayaraq, yəni sağın içinə yığaraq, sağın içinə çəkərək cavabı ala bilərsiniz. Yəni bu birinci üçün üstünə qatlanacaq, sonra sağa qatlanacaq. Birinci yuxarı qatlanacaq, bura gələcək. Sonra sağa qatlanacaq. Yəni onun uzun-uzadı çəkməyə, yəni onsuz da bilirəm ki, hər şey sual işarəsinin yerinə gələcəkdir. Uzun-uzadı bunu çəkib sonra bura çəkməyə, yəni birbaşa 3-ü çəkərəm və xətlərin uyğunluğundan cavabları çıxaram. Bax, məsəl üçün, bu xət tam olaraq 2 dama aşağı gəlir, bura düşür. Biraz qalanı çəkirəm ki, görünsün. Bu xət bundan 1 dama aşağıdadır, burada. 1 dama aşağı sayıram və aşağıya doğru çəkir. Bu xət bu. Bu 1 dama ön hissədədir. 1 dama ön hissədə və belə bir xətdir. Bu da 1 dama aşağıdadır və belə bir xət. Sadəcə buradan 1 dama yuxarıdır, 1 dama yuxarı hissəsi düşmədi. Biraz xətti qalan çəkdiyimə görə. Deməli, bu da 1 dama bu hissədə tam bitişik versiyada durur. Yəni belə bunlar olmalıdır. Bu xəttlər mütləq şəkildə olmalıdır mənim fiqurumda. Və baxsaz A variantında heç bu xəttin özü yoxdur, gördüyünüz kimi. Buradakı xəttdən söhbət gedir. B variantında bu xətt var, düzdür. Amma bundan bir dama aşağı düz xəttim yoxdur. Hansı ki bu xəttdən söhbət gedir. C variantında bütün xəttlərim var, hər şey düzdür. Yəni C variantı tamamilə doğrudur. D variantında aşağıdakı bu xətt yoxdur. Hansı ki, baxın bu. C variantında var həmin xətt, amma burada yoxdur. O xətt olmalı idi. Və Y variantında da burada xətt bitişik deyil. Gördüyünüz kimi bir dama aşağıda çəkilibdir o düz xətt. Yəni buradan bir dama aşağı olmalıdır. Burada çəkilməli idi. Bitişik formada çəkilməli deyil. Ona görə Y variantı da yanlışdır. Yalnız düzgün variant hansıdır? C variantı. Yalnız birini çəkməklə cavab alınır. Amma hamısını da çəkə bilərsiniz. O biraz bizdə vaxt alır. Ona görə hamısını çəkməyinizi məsləhət görmürəm. Çünki imtahanda vaxtımız az olur. Növbəti sualımız 146-cı sual. 146-cı sual kəsimdir və mən bunu açmalıyam. Deməli, burada hansı formada açırıq? Biz burada ilk növbədə bu fiquru sol tərəfə doğru açırıq və burada kiçik kvadratlar alınır. Yəni, bunlar tamamlanır və kiçik kvadratlar olur. Və bu ulduz da gəlir bu hissəyə. Ondan sonra aşağıya açmalıyıq. Aşağıya açanda eyni ilə 2 dənə ulduz var. 2 dənə ulduzdan yaxın olan yaxına gəlir, uzaq olan uzağa düşür.
Bu fiqurlarda orta qismdə eyni ilə kvadratların biri formada dayanır, biri də bu formada dayanır. Və sağı açıram. Sağa açanda yenə yaxında olan pluslar gəlir yaxına düşür, uzaqda olan pluslar gedir uzağa düşür. Eyni yaxında olan kvadratlar gəlir yaxına düşür, uzaqda olan kvadrat gedir uzağa düşür və yaxında olan kvadrat gəlir yaxına düşür, uzaqda olan kvadrat gedir uzağa düşür. Belə bir versiya alınmalıdır. Mən də simmetriyaya diqqətlə baxmalıyam. Məsəl üçün burada bu düzgün variant deyil, çünki kvadrat bu hissədə olmalıydı. Bu da kvadratlar bunda bitişikdir bir dənə, amma burada səhvlik verilibdir. Burada yenə mən fiqurumda baxın bu kvadrat buradadır, aşağıdakı kvadrat soldadır, yuxarıdakı kvadrat sağda. Bu da deyil. Təbii ki, burada deyil. Kvadrat kimi açılmalıydı. Cavabım tamamilə düzgün olan variantım Y-dir. Gördüyünüz kimi mərkəzdə 4 dənə ulduz işarəsi, künclərdə 4 dənə ulduz işarəsi və kvadratlar da öz yerində. Növbəti sualım 147-ci sual. 147-ci sualda yenə birinci bu hissəyə açırıq və dairə tamamilə tamamlanır. Və aypara da bu şəkildə yuxarı hissəyə baxmalıdır. Və aşağıya açırıq. Aşağıya açanda burada fırlanma baş verir və ayparalar deməli bu versiyada qalır. Dairələr təbii ki, bu yaxında deyə gəlib yaxına düşür, bu uzaqda deyə gedib uzaq hissəyə düşəcəkdir. Yəni bu hissəyə düşəcəkdir. Dairə yaxındadır, yaxına düşür, bu dairə uzaqdadır, gedir uzağa düşür. Bu versiyada. Biraz səliqəsiz çəkə bilərəm, amma yenə də düzgün şəkildə görsənir. Bu dairə yaxındadır, gəlir yaxına düşür. Bu dairə uzaqdadır, gedir uzağa düşür. Bu dairə yaxındadır, gəlir yaxına düşür. Bu dairə uzaqdadır, gedir uzağa düşür. Və ayparalar da yenə olduğu kimi qalmır. Onlar da çevrilirlər. Deməli, tam üzbəyüz dayanmalıdır sanki. Yəni bu versiyada. Yuxarıdakı da elə eyni ilə. Və aşağıdakılar da o da üzlərini çevirməlidir və bu versiyada dayanmalıdır. Yəni qarşı-qarşıya aynı əksi kimi. Bu belə olmalıdır. İlk növbədə baxsaq, deməli, bax buradakı aypara yanlışdır B-də. Buradakı ayparalar yanlışdır. Onların istiqaməti baxın bu tərəf olmalıydı. Bunların hər biri eyni istiqamətə baxır. Burada da eyni səhv təkrarlanıb, burada da eyni səhv təkrarlanıb. Yəni düzgün variantı A variantı. Növbəti sualım 148-ci sual. 148-ci sualda açılışı düzgün şəkildə verməliyik. İlk növbədə gəlin bunu tamamlayaq. Bunu açanda kiçik üçbucaq burada tamamlanır. İlk növbədə mən bunu bilməliyəm və burada oval şəkilli hissə gəlir, tam da bura düşür. Oval şəkilli hissə bu hissəyə düşür. Və indi aşağıya doğru açmalıyam. Burada gördüyünüz dalğalı hissə gəlir bura. Yəni burada belə bir kəsim olmalıdır. Gördüyünüz bu incə kəsimdən söhbət gedir. Bu incə üçbucaqdan söhbət gedir. Hansı ki bundan. Bunu yəni hansı variantda sizə göstərə bilərəm? Baxın, A-da da var, C-də də var, D-də də var. Məsələn, B-də yoxdur. Üçbucaq aşağı hissəyə gəlir. Bunu bildik. Oval burada tamamlanır. Oval burada tamamlanır. Və bu ovalda bu hissəyə gəlir. 3 dənə oval olur bu arada. 3 dənə oval olur burada. Bu fiqur üzü aşağı versiyada baxır. Üzü aşağıya baxır. Bunu da bildik. Məsəl üçün B-ni onsuzda çıxmışdıq. Burada oval tam olmalıydı hər ikisində. Deməli, burada bu fiqurdan yalnız 2 dənə olmalıdır. 4 dənə yox. Çünki yalnız bura açılır bu fiqur. D variantına baxsaq, bunlar düzdür. Bunlar da düzdür. Bunlar da düzdür. Hər şey qaydasındadır gördüyünüz kimi. D variantı düzgün variantdır. D variantında da yəqin ki, yanlış verilibdir. Çünki o yuxarıda qalıbdır. Gəlin görək nə yanlış verilibdir. Bəli, bu fiqur yanlış verib. Bizdə 3 dənə oval var idi.
və həmçinin üçbucaq kimi görsənən, yəni bu hissə bura gəlib düşmüşdü, qarşı hissəyə düşməmişdi. Növbəti sualımız 149-cu sual. 149-cu sualda deməli, biz eyni ilə bayaqki açılışdan görürük. Burada ilk növbədə üçbucağı tamamlayaq. Ondan sonra kvadrat hissəni tamamlayaq. Yəni buranı. Deməli, burada bu hissə, yəni kvadratın yarısı, belə deyək, gəlir bura düşür. Aha, və dairənin yarısı da gəlir bura düşür. Bunu bildik. İndi bu tərəfə açmalıyıq. Dairə özünü tamamlayır və bu kvadrat da özünü tamamlayır. Küncdəki kvadrat gəlir bu küncə və bu dairə gəlir tam da onun necə ön hissəsində durubsa, burada da ön hissəsində dayanır. Fiquru çevirəndə üzü yuxarı baxmalıdır bu fiqur, yəni bu versiyada və üçbucaq olan hissədə yenə bu hissəyə gəlməlidir. Yəni kənarda durmalıdır bu üçbucaq kimi olan hissə. Gəlin baxaq görək hansı variant uyğun gəlir. İlk növbədə mənim 3 dənə dairəm var. Onu bilim, 4 dənə dairəm yoxdur, 2 dənə dairəm yoxdur və yaxud da bir dənə dairəm yoxdur. Elə yalnız Y variantı qaldı gördüyünüz kimi. Kvadrat künclər bəli doğrudur. Burada görürsüz yoxdur. 3 küncə çəkmişəm mən ancaq. Bu üçbucaq olan hissə düzdür. Üzü yuxarı baxmalıdır. Düzdür. Bəli, 3 dənə dairəm də tamamilə doğrudur. Növbəti sualımız 150-ci sual. 150-ci sualda bayaqki sualın qatlanmasından oxşardır. Deməli, aşağıya doğru açacağam. Hansı hissəni açmalıyam, onu da düzgün şəkildə bilməliyəm. Baxın, mən bu hissəni açmalıyam aşağıya. Bunu bilməliyəm. Birinci buranı tamamlamalıyam ki, sonra, yəni bu hissəni tamamlamalıyam. Görürsünüz, 40-40 xəttində verilən hissəni tamamlamalıyam. Ondan sonra. Deməli, bir dənə burada onsuz üçbucaq var. O da üzü yuxarı formada belə dayanacaqdır. İndi kvadratı açıq şəkildə tamamlaya bilərəm. Deməli, dairəvi hissə gəlir sağ tərəfə, yəni bura. Onun da yuxarı hissəsinə kiçik balaca dairə gəlir. Bu dairə özünü tamamlayır və burada tam bir dairə alınır. Bu üçbucaqlar da aşağı hissəyə düşür və üzbəyüz şəkildə dayanırlar. 90 dərəcə çevrilməyi şərtdir onsuz, yəni bu üçbucaq tipli açılışda 90 dərəcə çevrilir. Yəni fiqurun bu formada olmalıdır. Gəlin baxaq, burada oval tamamlanma ana kənardakı kəsik yoxdur. Burada kənardakı kəsik var. Sadəcə buradakı üçbucaqlar yoxdur. Üçbucaqlar 4 dənə olmalıdır bu arada. Hamısı yerindədir. Burada oval tamamlanmalı idi. D variantı gedir. Burada 2 dənə dairəm yoxdur. C variantı gedir. Qalır yalnız Y variantı. Y variantı bəli düzgün variantdır. Tam da mənim çəkdiyim versiya ilə eynidir. Növbəti sualım 151-ci sual. 151-ci sualda çətin açılışdır, asan deyil. İlk növbədə gördüyünüz kimi üçbucağı necə veribsə, o formada tamamlamalıyam. Aha. Buzağın çəkilişini hardan bildik biz? Təbii ki, buradan şəklə baxdıq. Ki, qırıq-qırıq xəttlər hansı hissədə verilibdir. İlk növbədə buranı tamamlamalıyam. Deməli, bu hissə yuxarı açılır. Bu hissə bu tərəfə açılır. Buranı tamamlayarkən ilk növbədə gəlin bu hissəni açaq, yəni sol tərəfə açaq. Burada oval hissə belə gəlir. Burada da trapesiya formasında, yəni bir fiqur alınır, hansı ki belə. Yuxarıya açanda, amma elə olmur. Deməli, dairəvi hissə gəlir bura, gördüyünüz kimi. Burada da 2 dənə trapesiya yan-yana düşür. Yəni, belə versiyada. Altı bucaqlı alınır daha doğrusu. Trapesiya bulardı. Burada altı bucaqlı alınır. İndi mən sola açmalıyam təbii ki. Burada dairələr 90 dərəcə çevrilir, amma bitişik versiyada düşür. Yəni burada belə düşür. Burada da eyni ilə bu versiyada sol tərəfə düşür. Təbii ki, çıxmıram. Sadəcə burada biraz kiçik versiyada çəkdim. Sonra bu fiqur çevrilərək, yəni burada altı bucaqlı çevrilərək düşür. Biraz səliqəsiz versiyada çəkdik. Gəlin bunu düzəldək. Deməli,
Bu belə formada düşür və buradakı fiqurda çevrilərək yuxarıya düşür. Yəni uzunlaması. Bu versiya. Buradakı trapesiyaları da təbii ki, unutmayaq. Onlar da yuxarı hissəyə yerləşirlər. Biraz bunu sağa çəkməliydik. Bunu sağa çəksək daha yaxşı olacaq. Bunu sağa çəksək daha yaxşı olacaq. Bu solda olmalıdır. Yəni bu versiyada onlar da yuxarı hissəyə düşürlər. Gördüyünüz kimi trapesiyalar baxın bu versiyada düşürlər. Mən indi çəkilişdə biraz düzü də olsa səhvlər edə bilərəm, amma ki, yəni tam belə olmalıdır. Amma bu fiqurun duruşu yanlışdır. Yəni fiqurun belə durmalıdır, mütləq şəkildə belə durmalı deyil. Burada da bu belə olmur. Aha, Y variantda gördüyünüz kimi səhvdir. C variantında da bu fiqur çevrilməli idi. C-də səhvdir. Qalır bir dənə D variantı gördüyünüz kimi. Ancaq D variantı uyğun gəlir. Trapesiyalar burada da uyğundur, burada da uyğundur. Fiqurlar çəkdiyim kimi burada uyğundur. Gördüyünüz kimi altı bucaqlı çevrilibdir. Burada üçbucaq hissəsini mən çəkməmişəm. Üçbucaq hissəsi bəli. Burada üçbucaq düşməlidir. Gördüyünüz kimi buradakı balaca kəsiyə görə üçbucaq hissəsi mütləq şəkildə düşməlidir. 2 dənə üçbucaq bəli olmalıdır burada. Burada düz durur. Aha, və burada da çevrilərək durur. D variantı tamamilə doğrudur. Növbəti sualım 152-ci sual. 152-ci sualdan mənə deyir ki, 3 rəngli vərəq fərqli formada qatlanıb kəsilmişdir. Hər vərəqə uyğun gələ bilən açılışları müəyyən edin. Amma bizim var üçbucaq kəsimimiz, bizim var kvadrat kəsimimiz, bizim var bu cür kəsimimiz. Üçbucaqla kvadrat kəsimi gəlin tapaq. Kvadrat kəsimdə biz ortaya plus işarəsi atmalıyıq ki, simmetriyanı ölçək. Gəlin B variantından başlayaq. Elə bu kvadrat kəsimi oxşuyur. Çünki kvadrat uyğun formada. Deməli, plusu atırıq. Bütün hissələr simmetrikdir. Gördüyünüz kimi açılışlar düzgün verilibdir. Uzaqda olan uzağa, yaxında olan yaxına, ortada olan orta qismlərə düşüb, uzaqda olanlar da uzağa düşüb. Yəni, bu ikinci açılışa uyğun gələn B-dir. Bu plus açılışıdır. Bu X açılışıdır, məsəl üçün. Bu X açılışıdır. X açılışına uyğun gələn burada yəqin ki, A variantı olacaq. Burada onsuz da görsəniz. Deməli, düzgün formada biz kəsək. Bizə belə bir açılış verilibdir. Bax, bu bizim burada qalan hissəmizdir. O sola açılır. Həqiqətən də yaxındakılar yaxın, uzaqdakılar biraz uzağa düşür və simmetrik şəkildə də onu sağa doğru açıbdır. İndi bu xəttin sadəcə bir qolunu çəksəz kifayət edir. Yəni, birinci bu hissə verilibdir mənə. Bunu açıram mən bu hissəyə. Ondan sonra üçbucağı ümumiyyətlə bu hissəyə açıram və tamamilə doğrudur. Bu birinci açılış uyğundur A variantına. Dediyim kimi burada X kəsimi olur. X formasında baxıram. Bu da X formasında olan kəsim oxşuyur. Gəlin bunu da yoxlayaq. Deməli, yox. Bu məsəl üçün bu kəsim deyil. Çünki mən bunu bura atsam kvadrat gəlib düşməli idi bura. Kvadrat olmalı idi. Kvadrat olmadığına görə, məsələn, C 1-ə aid deyil. 1-ə A aiddir, 2-yə B aiddir. Hələ ki, 1-ə A, 2-yə B. Məsələn, buradan A variantı getdi, C variantı getdi. 2-də mütləq B olmalıdır, D variantı getdi. Ya Y-dir, ya da ki, B variantıdır. Deməli, burada 1-ə D variantını da yazıb və yaxud da Y variantını görək hansı uyğun gəlir. Yenə burada açılışımı çəksəm, xeyr, D variantı 1-ə uyğun gəlmir. Çünki yenə deyirəm, buradakı 2 nöqtəni mən sola açmalıyım. Solda da 2 nöqtə olmalıydı. Amma bəli, Y variantı uyğun gəlir. Gördüyünüz kimi bir dənə kvadrat sola açılıbdır. Ondan sonra sağa açılım verilibdir. Sadəcə bunu da çəksəm olar. Yuxarıdakı kvadrat birinci sol tərəfə açılıbdır. Ondan sonra ikisi bir yerdə sağ tərəfə açılıbdır. Bəli, 1-ə Y variantı da uyğun gəlir. Buradan da B gedir, qalır yalnız Y. Bəli, 3-ə də C ilə D uyğun gəlir. 3-ün kəsim halını da göstərək. Birində, məsələn, C-də göstərək. Bütün kəsimi budur. Amma ki, burada hansı ünsür var? Deməli, bax, burada ilk növbədə
Biz bu hissəni, yəni buradakı hissəni gördüyünüz budur. Mən bunu deyirəm. Yəni buranı hal-hazırda. Buranı aşağı açmalıyam. Ondan sonra fiquru ümumiyyətlə sağ tərəfə açmalıyam. Yəni bir dənə bu hissənin açılmağı düzdür. Gördüyünüz kimi dairə açılıbdır. Ondan sonra sağa açanda hər şey düzgün formada gəlir. Bunu da belə formada çəksək, biz düzgün variantı rahatlıqla ala bilərik. Aha. Növbəti sualımız 153-cü sual. Deməli, bu sualda necə edirik? Bu sualda biz ilk növbədə bu hissələri bərpa eləyək. Görək hansı formada açmalıyıq. Deməli, bu xətt gördüyünüz kimi ortadandır. Deməli, biz nə etməliyik? İlk növbədə bu hissəni sağ tərəfə açmalıyıq və bu fiqur olduğu kimi aşağı hissəyə gəlir. Bu dairəvi hissə gəlir bura. Və bu kvadrat, təbii ki, bu dairədir. Bu kvadrat da gəlir bura, kiçik formada. Bunu da yuxarı açmalıyıq. Ürək, təbii ki, gəlir bura. Ürək bura gəlir. Biraz bunu səliqəli çəkək. Deməli, ürək bu hissəyə gəlir. Çəkmək qeyri-mümkün kimi görsənir. Ürək bu hissəyə gəlir. Dairəvi hissə bu hissəyə gəlir. Dairəvi hissə burada dayanmalıdır və yenə bu kvadratın yarısı gəlir yuxarı hissəyə. Və mən bunu sağa tərəf açanda təbii ki, kvadrat tamamlanır. Burada balaca bir kvadrat alınır. Dairə tamamlanır. Dairə alınır. Burada da dairə tamamlanır. Dairə alınır. Buradakı balaca kvadrat da tamamlanır. Balaca kvadrat alınır. Ürəklər yuxarı hissədə qarşı-qarşıya dayanır. Elə bil ki, bu versiyada. Hansı ki, fırlanır olar 90 dərəcə. Bu versiyada qarşı-qarşıya dayanır. Buradakı dairə tam olaraq bura köçür. Deməli, sonra burada kvadrat var idi. O kvadrat bu hissəyə köçür. Daha sonra bir də bu var idi, bu var idi. Bu ikisi də gəlir sağ tərəfə və yan-yana düşürlər. Biri belə, biri də bu formada. İndi gəlin şəkillərə baxaq. Burada ürəklər olmalı idi yuxarıda. B getdi, A getdi. Və qarşı-qarşıya dayanmalıydılar. C getdi, Y getdi. Qalır bir dənə D variantı. Gördüyünüz kimi çəkdiyimiz şəkillə eynidir. Kvadratlar burada var, burada var. 4 dənə dairə, 2 dənə ürək burada, 2 dənə ürək burada və bu işarələrdə hərəsi öz yerində. Cavabım olur D variantı. Növbəti sualım 154-cü sual. 154-cü sual digərlərinə baxanda nisbətən asan sualdır. Burada sadəcə 4 hissəni açmalıyam. Deməli, bu hissəni belə açmalıyam. Bu zaman üzü aşağı baxacaqdır. Ox işarəsi üzü aşağı baxacaqdır və dairə bu küncə gələcəkdir. Hamısının küncü eyni olur. Gördüyünüz kimi hərəsi dairədən bir hissə götürübdür açılanda. Yəni, bütün künclərdə dairəvi bir kəsik olmalıdır. Yəni, bu formada A gedir buradan. Ox da aşağı istiqamətdə dayanmalıdır. D gedir və B gedir. Ya C variantıdır, ya da ki, Y variantıdır. Bu oxlar da yuxarı hissəyə açılır. Bunlar aşağı hissəyə açılır. Həm də ki, Y variantında onsuz da görürsünüz, ortada dairə işarəsi yoxdur. Dairə olmalıydı da, boşluğu onsuz da veribdir bizə. Y də gedir, qalır bir dənə C variantı. Növbəti sualım 155-ci sual. 155-ci sualda, deməli, yenə ağ-qara sualıdır. Deməli, burada üst-üstə düşən ağ xanalar ağ kimi qalır. Üst-üstə düşən qara xanalar hər ikisi ağ olur. Və üst-üstə düşən bir qara, bir ağ, ikisi də qara olur. Bunu mənə şərtdə deyir. Deyir, birinci xətt üzrə qatla aç, ikinci xətt üzrə qatla aç və üçüncü xətt üzrə qatlanıb açıldıqdan sonra qara xanaların sayını tapın. Birinci xətt budur. Deməli, eyni üsulla eləyirik. Bura x yazırıq, bura y yazırıq, bura z yazırıq. Burada x yazırıq, y yazırıq, z yazırıq. X ilə x üst-üstə düşür, y ilə y üst-üstə düşür, z ilə z düşür. Və sadəcə rəngi dəyişənlərin üstünə. Ağ xanadsa, rəngi dəyişibsə qara yazıram, qara xanadsa, rəngi dəyişibsə ağ yazıram. Ağla ağ qalır. Ağla ağ qalır.
Ağla ağ, ağ qalır, ağla ağ. Hər ikisi ağ qalır. Gördüyünüz kimi ağ üstə gələk ağdır. Qara üstə gəl qara, hər ikisi ağ olur. Mən bilirəm ki, qaranın üstünə qara gələndə ağ olur. Ağla ağ yenə ağ qalır. Sonra keçirəm Y-dən Y-ə. Qara və ağ, hər ikisi qara olacaq. Ağla ağ, ağ qalacaqdır. Qara ilə qara, hər ikisi ağ olacaqdır. Qara ilə ağ, hər ikisi qara olacaqdır. Qara ilə ağ, hər ikisi qara olacaqdır. Ağla ağ, hər ikisi ağ olacaqdır. Və keçirəm Z-ə. Deməli, qara ilə qara, hər ikisi ağ olur. Qara ilə ağ, hər ikisi qara olur. Qara ilə ağ, hər ikisi qara olur. Qara ilə ağ, hər ikisi qara olur. Ağla ağ, ağ qalır. Qara ilə ağ, hər ikisi qara olur. Bu, mənim birinci xəttimin, mənim fiqurumda elədiyi dəyişikliklər. İndi ikinci xəttə keçirəm. Yazıram X, Y, Z, X, Y, Z. X ilə X, qara ilə qara. Hər ikisi ağ olur. Ağla qara, hər ikisi qara olur. Ağla ağ, hər ikisi ağ olur. Ağla ağ, hər ikisi ağ olur. Qara ilə ağ, hər ikisi qara olur. Və qara ilə qara, hər ikisi olacaqdır ağ. Keçirəm Y ilə Y-ə. Ağla qara. Hər ikisi qara olur. Qara ilə ağ, hər ikisi qara olur. Ağla ağ, hər ikisi ağ qalır. Ağla ağ, hər ikisi ağ qalır. Qara ilə ağ, hər ikisi qara olur və qara ilə ağ, hər ikisi qara olur. Qara ilə ağ, hər ikisi qara olur. Qara ilə ağ, hər ikisi qara olur. Ağla ağ, hər ikisi ağ qalır. Ağla ağ, hər ikisi ağ qalır. Qara ilə ağ, hər ikisi qara olur və ağla qara, hər ikisi qara olur. Bu da ikinci xəttin mənim fiqurumda elədiyi dəyişiklik. Son olaraq 3 qaldı. Bura X yazıram, burada X yazıram və başlayıram buranı eləmək. Deməli, burada qara ilə qara, hər ikisi ağ olacaqdır. Qara ilə qara, hər ikisi ağ olacaqdır. Ağla ağ, hər ikisi ağ qalacaq. Ağla ağ, hər ikisi ağ qalacaq. Qara ilə qara, yenə hər ikisi ağ olacaqdır. Və qara ilə qara, yenə hər ikisi ağ olacaqdır. Yəni, bu iki sütunun ikisini də birbaşa hamısını ağ elədi. Və bizdə sonda dediyim kimi nə istəyir? Qaraxanaların sayını istəyir. Gəlin, baxaq görək neçə dənə qaraxana var. Üstünə Q yazdığım ağ xanalar və sadəcə qaraxanaları sayıram. 1, 2, burada 2 dənədir. 3, 4, 5, 6. Burada yoxdur, burada da yoxdur. 7, 8, 9, 10. 11, 12 dənə burada yalnız qaraxana var. Cavabım olur Y variantı. Digərləri ağdır. Növbəti sualım 156-cı sual. 156-cı sual biraz çətin sualdır. Nəyinə görə çətindir? Çünki burada biraz fərqli edirik. İlk növbədə üçbucağa baxaq. Sağa baxan üçbucaqların sayını qeyd edək və sola baxan üçbucaqların sayını qeyd edək. 1, ondan sonra 2, 3, 4, 4 və 5 dənə mənim sağa baxan üçbucağım var. Və sola baxanları qeyd edək. Sola baxanlar 1, 2, 3, 4, 5, 6 dənə. 6 dənə isə sola baxan mənim nəyim var? Üçbucağım var. Deməli, sırada qanuna uyğunluğu yaratmaq üçün oraya hansıları əlavə etmək lazımdır. Burada iş orasıdır ki, mən bilirəm ki, sağa baxan üçbucaqdan biri 100% əlavə olmalıdır. Sağa baxan üçbucaqdan biri 100% əlavə olmalı. Amma onu da təxmin eləməliyəm ki, bəlkə sağa baxan üçbucaqdan ikisi əlavə olunur. Buradan isə biri əlavə olunur və hər ikisinin sayı eyniləşir. Yəni, bunu da nəzərə almalıyam. Və burada bu məsələni nəzərə alıbdır mütləq şəkildə. Bunun üzərinə 1 gəlibdir, bunun üzərinə də 2 gəlibdir. İlk növbədə bunu başa düşək ki, birin üzərinə 1 gəlibdir, birin üzərinə 2 gəlibdir. Yəni, sağa baxan üçbucaqların üzərinə 2 gəlibdir, sola baxanların üzərinə 1 gəlibdir. Aha, buradan mən indi ikinci cərgəyə baxım. Görək ikinci cərgədə nə kimi bir dəyişiklik olacaq. Deməli, dairələrə baxaq. Dairələrin sayına baxaq. Sola və sağa baxan dairələr. Deməli, 1 sağa baxan, 2 sağa baxan, 3 sağa baxan. Aha, 1, 2, 3 dənə də sola baxan mənim nəyim var? Dairəm var. Deməli, bax, onda deməli, 1 sağa baxan, 1 də sola baxan dairə əlavə eləsəm, yenə saylar bərabər olacaq.
Bunların da hərəsinin üstünə 1-1 əlavə eləyə bilərəm ancaq ondan sonra əlavə eləyə bilmərəm. Aha, 1-nə 2, 1-nə 1. Niyə 1-1 əlavə eləyə bilərəm? Çünki baxın, 2 dənə sağa baxan var, 1 dənə sola baxan. Bunların yalnız yəqin ki, hərəsindən 1-1 əlavə olunubdur. Başqa cür əlavə olunmaz. Deməli, 2 dənə bundan, 1 dənə bundan əlavə eləyə bilərəm. Bunların hərəsindən də 1-1 əlavə eləyə bilərəm. Aha, sonra bir dənə də digər o qəribə fiqur var burada. Bir dənə onu göstərək. Yəni, söhbət bu fiqurdan gedir. Bu fiqurdan görək neçə dənədir. Deməli, sağa baxan 1, 2, 3 dənə. 3 dənə sağa baxan. 3 dənə bəli, sağa baxandır. 1, 2 dənə də sola baxan. Sola baxandan da deməli bir dənə əlavə eləyə bilərəm. Sola baxandan da bir dənə əlavə eləyə bilərəm. Hansı ki, digər fiqurdan. Aha, o fiqurdan yalnız, bax, sayılar gördüyünüz kimi bunda 2-nin 3-ədir. Və bərabərləşdirmək üçün bunu 3 eləmək lazımdır. Mütləq şəkildə. O da bir dənə diqqətlə baxsaq harda var? Ya 5-də var, ya da ki 4-də var. 5 ilə 4-dən biri yəni 100% götürülməlidir. 5 ilə 4-dən biri 100% götürülməlidir. İlk növbədə bunu anlayaq. Son olaraq burada ayaqqabıya oxşan bu hissəni deyirəm. Bunlara baxsaq, əslində cavabı çıxardırıq. Deməli, gəlin bunun da sayını qeyd edək və bir sola baxan, bir də sağa baxan. Sola baxan 1, 2, yəni uç tərəfi, biz hissəsi solda olan 1, 2, 2 və sağa baxan 1, 2. Bunların sayı da eynidir. Və bunların da üstünə 1-1 əlavə eləyə bilərəm mən yalnız. Əgər 1-1 əlavə eləyirəmsə onların üstünə, mütləq şəkildə 3 ilə 5-ə əlavə eləməliyəm. Çünki hərəsində 1-1 var. Və mən üç bucaqlardan da, deməli, bir dənə sola baxan, bir dənə sağa baxan əlavə elədim. Yəni, hərəsinin üstünə 1 gəldim. Amma sağa baxan, əgər bunun üzərinə 1 gəlirəmsə, bunun üzərinə 2 gəlməliyəm mütləq. Yəni, bir dənə də sağa baxan götürməliyəm. Ya 1-i, ya da 2-ni götürməliyəm. Bunu da təyin eləmək üçün hara baxıram? Baxıram ki, bax, dairə. Dairəni demişdik axı, dairənin sayı bərabər idi, 3-ün 3-ə idi. Mən bu dairəni götürmüşəm, sağa baxanı. Deməli, bir dənə də sola baxanı götürməliyəm, o da 2 olur. Yəni, cavabım 2, 3, 5 olur. Həqiqətən də bunların saylarını bərabərləşdirmək üçün 2, 3, 5-i mən əlavə eləyə bilərəm. Baxın, 2 dənə sağa baxan, elə bir ki, 3 budaq əlavə olunur, 2 dənə sağa baxan, bir dənə sola baxan. Bunun sayı bərabərləşdir, bu düzdür. Ondan sonra gəldik dairələrə. Dairələr 3-ün 3-ə idi. Hərəsindən bir dənə əlavə olunur. Bəli, bunların sayı da bərabər qaldı. Ondan sonra gəldik ayaqqabı kimi olanlara. Bunların hərəsinin sayından 2 dənə idi. Hərəsinin sayından 2 dənə olduğuna görə hərəsinin üstünə 1 gəldim və yenə sayları bərabər oldu. Deməli, bax, bu fiqur 2-nin 3-ə idi gördüyünüz kimi. Sola baxan bir dənə əksi idi. Onun üzərinə 1 gəldim, bu da tamamlandı. Yəni, hər şeyi 2, 3, 5 götürəndən sonra burada hər şey tamamlanır. Bu biraz qəliz sualdır, çünki onu təxmin eləmək lazımdır. Bütün şeyləri yazmaq lazımdır. Hərəsindən nə qədər əlavə edə bilərəm, nə qədər əlavə etməyə bilərəm. Növbəti sualım 157-ci sual. Mən 157-ci sualda ilk növbədə biz kəsimi qeyd edək. Kəsim. Kəsim deməli bu formadadır. Mən yuxarı versiya açmalıyam. Yuxarıya açanda bu dairə tamamlanır. İlk növbədə bax bunu açmalıyam. Bax, buradakı kvadrat. Dairə tamamlanır. Kvadrat yuxarı gedir. Kvadrat yuxarı gedir. Və bu üçbucaq da, balaca üçbucaq da, balaca kəsim var burada. Hansı ki, o da bu küncə doğru gedir. Yəni, buradan qısa bir dənə kəsim, bu küncdən qısa bir dənə kəsim olur. Gördüyünüz bu şəkillərdə kimi. Kvadrat getdi, dairə tamamlandı. Bu kvadrat da yuxarıda oldu. Gəlin görək, harada yanlışdır. Məsələn, B-də yanlışdır. Bu dairə çox böyükdür. Bu kvadrat uyğun şəkildə var. Bu kvadratın yarısı var, yarısı yoxdur. Niyə? C-də getdi. Burada da belə olmamalıdır. Y getdi. Gəldik digər açılış hissəsinə. Digər açılışı mən buradan bura verirəm. Yəni, bu hissəni bura açır. Orada avtomatik kvadrat tamamlanmalıdır mütləq şəkildə. Bu küncün bir hissəsi dairəvi şəkildə kəsik olmalıdır. Dairəvi şəkildə kəsik olmalıdır. Burada da yenə kvadrat tamamlanmalıdır. Tam şəkildə olmalıdır. Qaldı belə. Deməli, bu formada açılış olmalıdır. Baxaq görək hansında səhvlik var. Dairə hissələri ikisində də düzdür. Bir də burada, burada bizim nə kimi bir kəsimimiz var.
Burada başqa bir kəsim yoxdur, yəni bura tam olmalıdır. Çünki bu kəsim bura aid deyil. Bu kəsim yuxarı aid. Bu yuxarı açılır deyə bunun aidiyyatı yoxdur bu hissəyə. Yəni burada üçbucaq kimi kəsimin olmağı düzgün deyil. Çünki bunun altında qalan kağızı, elə bir bu kvadrat hissənin var ha. Kvadrat hissənin altında qalan kağızı mən belə açıram. İstər-istəməz bu sağ tərəfə bir his hara gəlir? Bura gəlir. Burada bütövdür. Bütöv olan hissəni mən necə üçbucaq kəsim götürə bilərəm burada? D variantı yanlışdır, qalır A variantı. Və növbəti sualımız 158-ci sual. 158-ci sualda da deməli, ilk növbədə yenə bayaqki kimi. Burada bir dənə səhvlik var idi sadəcə. Onu aydınlaşdıracaq. Deməli, ilk növbədə kvadratı yuxarı açmalıyam. Mən kvadrat yuxarı açılır. Kvadrat yuxarı açılanda bu dairəvi hissə yuxarı gedir, balaca. Bu kvadrat tamamlanır. Bu ortada balaca bir kvadrat olur və bu dairənin bu hissəsi bura gedir. Bu kvadratı açdıq. Kvadrat hissə heç. İndi üçbucaq hissəni açmalıyam. Üçbucağı isə bu tərəfə açırıq. Balaca kvadrat kəsim bura gəlir. Burada kvadrat tamamlanır bu hissədə. Sonra buradakı balaca dairə gəlir buradakı dairənin yanına. Buradakı dairənin yanına düşür. Amma bu dairə olmamalıdır. Bax, tək faktor burada səhv budur. Çünki bu dairə olmamalıdır. Bu yuxarı gedir. Amma burada açılan burada elə bir böyük dairə yoxdur ki, axı bir böyük dairə qalsın. Bax, variantları çıxsaz ilk növbədə künc hissələrə baxaq. Deməli, yuxarıda bu dairələr olmalıdır. Bunlar heç, bunlar düzdür. Burada bir dənə dairə olmalıdır. Amma burada deməli neçə dənə dairə olmalıdır? Dairənin 2 dənə olmalıdır. Bir ortada, bir burada. 2 dənə dairə olmalıdır. Onu bildim. C gedir 100%. Bu kvadrat hissə olmalıdır, amma bu uzunluqda olmalı deyil. D gedir, Y gedir. Qalıram ya A ilə B arasında. Burada uyğun gələn variant təbii ki, A variantıdır. Dairələr olduğu kimidir. Kvadrat kəsim var, yuxarıda bu var. Burada bir dənə dairə olmalıdır, 2 dənə dairə olmamalıdır. Dediyim kimi, bu dairə yuxarı gəlir, amma bu hissəyə açılan, yəni bu sağ tərəfə açılan bura olur. Bu yuxarı, bunun bu hissəsi olur. Bu hissədə də gördüyünüz kimi, bax, belə bir böyük dairə yoxdur axı. O hissədə böyük dairə yoxdur ki, gəlsin bura. Ona görə B də gedir, qalır A. Yəni, ən uyğunu A'dır. Bax, burada balaca kvadrat kəsimi də verir. Ən uyğun variant burada A'dır.